Danışır Bakı. Danışır Bakı. Alo, Danışır Bakı radyo stasyonu. Noyabrın 6-sında Danışır Bakı sözləri Azərbaycanda müntəzəm verilişlərin başlandığını xəbər verdi. Danışır Bakı. Hörmətli dinləyicilər, saat 16:45 dəqiqədir. Köhnə Yeni Radyo. Axşamınız xeyir əziz dinləyicilər. Köhnə Yeni Radionun studiyasında həmsöhbətiniz Əli Məhəmmədoğlu. İllər nə qədər qanatlı olsa da, xatirələr bizi onlarla qol-boyun edib, bir-birimizə qaynayıb qarışmışıq. İllər bizim içimizdə, biz də xatirələrimizlə onların qanında, canındayıq. Köhnə başqadır, köhnəlmiş başqa. Elə köhnələr var ki, heç vaxt köhnəlməz deyən müdrik sanki ürəyimiz oxuyub. İnsan ən duyğulu, yadda qalan anlarını elə köhnə xatirələrdə axtarır. Danışır Bakı. Bu kəlmə ilə artıq şəxsən mən 45 ildir bu kəlmələri eşidirəm, Ofeli xanım. Mən də 48 ildir eşidirəm. Danışır Bakı deyəndə də bilirsən necə həyəcan keçirirəm, ağlamaq istəyirəm. Çünki bu Danışır Bakı sözü o qədər doğmadı mənə. Mənim gənclik illərim radioda keçib də. Onda da radio yerləşirdi Fiyaletov 9-da. Deməli siz mən köhnə binada işləmişəm. Bu da xatirələr var ki. Deməli, balaca qız idim də, eşitdim elanı ki, radioya qız səsi lazımdır. Bir elanı diqqətinizə çatdırırıq. Azərbaycan radiosuna gözəl səsi və mütaliə qabiliyyəti olan gənc oğlan və qızları dəvət edirik. Ünvanımız Fiyaletov küçəsi, Azərbaycan Radio Komitəsi. Hər dəhlizdən keçəndə, studiya daxil olub, mikrofonun düyməsini basanda nələr keçir ürəyimizdən. Dünyanın işi belədir. Bir gün gələn, bir gündə köç edir bu dünyadan. Amma insan bu itkilərlə barışa bilmir və karımıza gələn yenə xatirələr olur. Xatirələr, memuarlar, portretlər. İncəsənət tarixində sənətkarlarla yanaşı elə adamlara da rast gəlmək olur ki, həyatının mənasını incəsənətə vurğunluqda görür. Uzun illər gərgin fəaliyyətləri dövründə istedadı, bacarığı ilə tanınır, sevilirlər. Bugün də bizə əziz, doğma olan bir insanı, Gültəkin Cabbarlını xatırlamaqla özümüz də ötənlərə qaydacağıq. Ofeliya Sənaninin Gültəkin xanımla bağlı xatirələri sonsuzdur. Onu bilin ki, radyo mənim həyatımda çox mühüm yer tutur. Mənim ən xoşbəxt dəqiqələrimdir. Çünki mən oradan qida almışam, mən orada savad almışam, mən orada həyata göz açmışam, mən orada ailə qurmuşam. Bu gözəl insanların sayəsində mənim də ürəyimdə elə bir yeri var, o Gültəkin xanımgilin ailəsinin. Bilirsən, Gültəkin deyəndə mən 190 nömrəli məktəbdə ən fəal ədəbiyyat müəllimlərini görürəm. Gültəkinin simasında. Gültəkin deyəndə ən gözəl diktor kimi mən onu xatırlayıram. Gültəkin deyəndə mənə çörək verən, mənim əlimdən tutan və mənə diktorluq sənətini sevdirən bir insan yadıma düşür. Bilirsən, heç vaxt mən onu unutmaram, heç vaxt yadımdan çıxmaz. Onun dediyi sözlər, onun mənə öyrətdiyi mətni oxumaq. Mən bir dəfə oxuduğum mətni belə imtahan kimi də, həm də Gültəkin xanım mənim axı müəllimim də oldu, ədəbiyyat müəllimi olub. Mən ona böyük məmnuniyyətlə qulaq asmışam.
Bir dəfə mətni oxutdurdu mənə. Gördü ki, Gültəkinin öz səsi və öz ifası gəlir səsinə. Dedi, ay Ofeliya, sən elə mənsən ki, hə, belə olmaz və mənim kimi oxuyursan, dedi, olmaz. Sən çalış, özün kimi oxu və Ofeliya adını qazan. Gültəkini təkrarlama. Bu mənim başıma batdı. Sonradan öz səmtimi dəyişdim, aktyorlara qulaq asdım. Gəldim ikinci dəfə bunun qabağına imtahan kimi belə mətni oxuyanda dedi, bu başqa məsələ. İndi səndən razıyam. İndi səndən diktor olar. O həm də Əli, mən deyərdim ki, Gültəkin həm də mehriban ana idi. Sevən bir qadın idi. Dəlicəsinə sevirdi Aydını. Dəlicəsinə Aydın Qaradağlı onun həyat yoldaşı idi. Bəli, bəli. Amma o Aydını elə məhəbbətlə sevirdi ki, insan demək olar ki, ona baxıb həsəd aparardı. Və yaxud da ki, həyat dərsi keçərdi ondan ki, adam həyat yoldaşını bax bu cürə sevər. Bizləri sevgiyə, səmimiliyə, qrup yaratmağa haralayacaq. Neçə illər bundan əvvəl Aydın Qaradağlı Yulius Fuçukun dava illərinin igid oğulları haqda dediyi sözləri oxuyub. Bu bir çağırışdır. El üçün, xalq üçün yananları unutmamağa çağırışdır. Bu sözləri bütünlüklə gözəl sənətkarımız Aydın Qaradağlıya da aid etmək olar. İşıqdan doğulmuşuq, ışıqdan. Sevgi də, ünsiyyət də, söz də işığa möhtac. Beyin də, ürək də, göz də işığa möhtac. İşdə, evdə, küçədə insana işıq gərək. Gündüz də, gecə də insana işıq gərək. Qəlbindəki işığın həcmi ilə ölçülür insanın əməli. Qəlbində işığı çox olanın ocaq söndürə bilməz əli. Söndürmək istəsə də gəlməz əli. Svetdən prosvetitel, ziyadan ziyalı, nurdan münəvvər, aydınlıqdan aydın. Bu sözlərdə yanan işıq apaydındır, apaydın. İnanmıram onun yuxuluğuna. Mənə yuxu kimi görünür. Hər gün, hər dəqiqə, hər an qulağımız səsdə, gözümüz yoldadır. Bəzən evdə tək qalanda çağırır məni, mənimlə danışır. Səsi qulaqlarımdan getməyib. Bu səsin oduna yanır, soyuğuna donuram. Tilsimliyəm elə bil. Aydın səsi evdə, işdə, hətta küçədə çağırır məni. Əbədiyyətə, ucalığa, bir də onun sənətini ucaltmağa çağırır. Yaxşı ki, qızıl fondumuzda onun səsi saxlanılır. Təsəllim bircə onadır. Aydın yaxşı insan, ata, həm də gözəl sənətkar idi. Mən ondan öyrəndim sənətin incəliklərini, onu özümə ustad saydım. Qalan həyatımı yalnız Aydın üçün yaşayıram. O həmişə bizimlədir, mənimlə. Qızlarım Xanım, Aygül, oğlum Vüqarda. Köhnə yeni radio. O adamların həm danışığı, həm rəftarı, bunlar bir növ həm bir-birinə olan hörmət məhəbbətidir, həm də başqalarına dərs edir. Bizim kimilərə məsələn, cavanlara dərs edir. Uşaqları belə sevmək lazımdır. Çünki sənin bu sevimli ərin evladıdır və sevgili ərin evladıdır, bilirsən. Mən onlarda o sevginin azalmağını görmədim. Sonra mən ailə də qurdum, ana da oldum. Amma onların arasında sevginin azalmağını mən hiss eləmədim. Aydın onu sevirdi, o da Aydını sevirdi və içəri girən kimi, Aydın hanı? Hanı Aydın? Hara gedib bu? Tez axtarırdı ki, Aydın hansı studiyadadır. Gedib onun oxuduğu mətnə də diqqət yetirirdi və qulaq asırdı. Elə onun da nəticəsidir ki, Ofeliya xanım, 3 gözəl bala bəxş elədilər bu dünyaya. 3 gözəl bala. Hərəsinin də Azərbaycanın istəyir incə sənətində, istəyir kütləvi informasiya vasitələrində, musiqisində
hərəsinin öz izi, hərəsinin öz cığırı var. Bəli, Əli, ondan başqa da mən bir dənə də şeyi nəzərinizə çatdırım. Bəlkə ola bilər ki, siz məndən də cavan idiniz, ola bilər ki, fikir vermirdiniz. Gültəkinin əlindən kitab çıxmırdı. Ona görə də o 3 dənə gözəl evlad bəxş elədi bizə, cəmiyyətimizə. Savadlı bir insanlar bəxş elədi. Ona görə ki, özünün də savadı var idi, Aydın Qaradağlı'nın da. Bunların əlindən kitab düşməzdi. Bir dənə də fakt deyim sənə, Əli. Bizdə Zərifə Kərimova var. İndi yaşadı olub, amma yenə də işləyir mənə. Bəli, görürəm tez-tez. Ona da mənim salamlarımı yetirərsiz. Gözüm üstə. Bunlar çox yaxın rəfiqə idilər. Deməli, Zərifə Kərimova, Fatma Cabbarova və Züleyxa Hacıyeva. Bunlar üçü də bir-birlərini tamamlayan xanımlar idi. Bilirsən, o ona deyirdi ki, Gültəkin, Moskvadan təzə kitab gətirmişəm, sən bu kitabı oxumusan? Deyir, yox, mən heç Bakıda yoxdur o kitab. Dedi, mənə hədiyyə göndəriblər. Mən oxuyuram, qutarıram, 2 günə onu verəcəyəm sənə. Təsəvvür eləyirsən, Əli? Bunlar kitabsız yaşaya bilmirdilər. Uşaqları da elə böyüdüblər. Mən elə gələndə o ənənə vardı. Mən o diktor yoxudur ki, onun əlində kitab görmür. Mütləq, diktor kitabsız olmaz. Bəli. Yoxsa o nə mətni mənimsəyər, nə oxuduğu mətni başa düşməz. Məsəl üçün, Aydın Qaradağlı birinci cümləni oxuyanda bilirdi ki, bunun axırı nə ilə nəticələnə bilər. Səhifənin axırında nə ola bilər? Geniş mütaliədən, elə belə yox, bu bunu oxudum, sabah istirahət edim. Mən bax, ona görə indiki həmişə gənc nəslə tövsiyəm odur ki, o kompüter əsrində yaşayırıq falan. Bunlar hamısı öz yerində. Kitabın tamam başqa yeri var. Kitabsız, tamam başqa yeri var, yox. Kitab hər zaman lazımdır, hər zaman. Bax, bu cürə insanlarla biz işləmişik, təmas qurmuşuq, bu cürə insanlardan dərs almışıq. Əli, mən sizə çox minnətdaram ki, məni bugün keçmişə qaytardınız, xatirələrə qaytardınız. Mən, Ofeliya xanım, mən onların... Bu mənə bəsdir, valla, bu mənim üçün qidadır mənim üçün. Bəli, Ofeliya xanım, mən onların evində də olmuşam. Bəli. Təsəvvür eləyin ki, o vaxtı onlar Musəvi 3-də Baksovet deyilən yerin lap yaxınlığında da olurdular. Bəli, mən də olmuşam. Təsəvvür eləyin ki, Aydın müəllimin o qədər dostları vardı, Allaha şükür məndən yaxşı bilirsən də. Hər gün olardı qonaq. Orada hər gün qonaq olardı. Bəli. Süpürgəçidən tutmuş, akademika qədər onun dostu vardı. Bəli. Səttar Bəhlulzadə öz əli ilə onların evindən bir şəkil asmışdı. Bəli. Yəni Gültəkin xanımın həm də mən evdarlığının şahidi olmuşam, Ofeliya xanım. Bəli. Gültəkin xanım nə qədər gözəl, savadlı, həm pedaqoq, həm də diktor idisə, bir o qədər də onun evdarlığı vardı, xanımlığı vardı. Düzdür. Bax, mən yenə də deyirəm, həmişə gedəndə bunun şahidi o mehribançılıq onların evində də, ailəsində də, onda uşaqlar balaca idilər. Möhkəm ailə, təməlləri çox möhkəm qurulub. Əli, mənim yaxşı yadıma saldın. Gültəkingilin hər evladı dünyaya gələndə, uşaqların qırxı çıxan kimi biz onları təbrikə gedərdik evlərinə. Bütün qrupaya, bütün diktor qrupası. Rəhmətli Sultan Nəcəfov, Sabutay Quliyev, Ramiz Mustafayev, Züleyxa xanım, Fatma xanım, Sevda xanım Məmmədzadə. İnanırsan, biz hamımız dəstəklə gedirdik onlara təbrikə. Bir dənə yoruldum deməzdilər bunlar. Bunlar əksinə zövq alardılar ki, çox sağ olun ki, bizi sahib gəlmişsiniz. Vüqar bizim əlimizin içində böyüyüb. O Vüqarı 2 qızdan sonraki oğlan gəlmişdi dünyaya. Bizim qucağımızdan düşməzdi o. Bəli, yadımdadır. Atamı çox sevirdim. Musiqiyə ilə böyük həvəsi o mənə aşılamışdı. Nə vaxt evə gəldimi, mən onun üçün bir şey çalardım. İndi də çalıram. Gəldi, gəlmədi, yalnız onun üçün. Gələcəkdə atama böyük bir əsər həsr edəcəyəm. Sağlıq olsun. Bu dünyada ən böyük təsəllimə gələndəsə deməliyəm. Qardaşım Vüqar, atamın son beşiyi Vüqar. Mənə görə dünyada ən gözəl sənət diktorluqdur. Mənə görə dünyada ən gözəl səs atamın səsi idi. Heyf mən gözəl səs sarıdan atama çəkməmişəm. Yoxsa yaşadardım atamın sənətini. Sağlıq olsun, hələ məktəbliyəm. Adını ləyaqətlə yaşadacağım.
Əbədiyyətdən əbədiyyətə, ulduzlardan ulduzlara elə hey işıq daşınır. Cazibəyə bürünmüş ışıqdır bəlkə kainatın təməli də, ilk daşı da. Onu da çevrə edib bəlkə zaman. Kainat boyda nəhəng çevrə, nə əvvəli görünür, nə sonu yox. Işıq var oldu ki, qorxsun qaranlıq. Sevinin insanlar, sevinin insanlar. Yaxşı ki, kainatda ışıq var. Köhnə yeni radio. Tarixə yazılası günlər idi bunlar. Özə Ofeliya xanım, hələ indi bir şey də mənim yadımdadır ki, bizim bu iş yerinə ən yaxın olan Aydın müəllimgilin, Gültəkin xanımgilin evi idi də. Bəli, bəli. O, bilmirəm yadına düşmür. O bizdə ad günləri keçirilərdi. Bir neçə nəfərin, tutalım ki, may ayında kim anadan olmuşdsa, onların hamısını birləşdirib ya bir şənbə ya bir bazar günü biz oturardıq. Aydın müəllimgildə o yeməklər hazırlanardı, o qonaqlığın yeməkləri hazırlanardı. Xüsusi yeməklər hazırlanardı. Və onlar o qədər elə istəyir Gültəkin xanım, istəyir Aydın müəllim, o qədər bu kollektivə qayğı göstərərdilər ki, elə bil ki, öz övladlarının ad günlərini keçirdirdilər. Bəli. Bu şeyi də görmüşəm onlarda. Və bununla da demək olar ki, o kollektivi biraz da mehribanlaşdırırdı. Bəli. Kollektivi biraz da özünə çəkirdi. Bax, bayaq sən o dediyin ki, o Gültəkin xanım onu necə əllərinin üstündə tuturdu, yəni o cürə hörmət eləyirdi. Biz onsuz da Aydın müəllimə hörmət eləyirdik, amma onun elədiyi hörmət bizim hörmətimizi 1-ə 10 artırırdı onun. Artırırdı, bəli. Biz ondan qida alırdıq, ondan öyrənirdik. Nə bilim, vallahi çox gözəl günlər keçirtmişik, Əli. Çox gözəldir, çox yadda qalan. Mən gələndə Ofeliya xanım, artıq Gültəkin xanım bizim diktor kollektivində deyildi. Artıq o ədəbiyyat redaksiyasında işləyirdi, redaktor kimi. Amma yadımdadır ki, Sabutay müəllimlə, Ramiz müəllimlə həmişə gedib xəbər oxuyardılar. Və mən də təzə gəldiyim üçün həmişə məni də özləri ilə aparardılar içəridə ki, özün bildiyin kimi də o təzə gələnləri həmişə aparırdılar ki, əvvəl qulaq assın, görsün necə oxuyurlar, sonra da o öz işinə davam eləsin. Dəfələrlə şahid olmuşam, məni özləri ilə aparıblar studiyaya, qulaq asmışam, çox gözəl. Və sonradan Gültəkin xanım beynəlxalq radioya keçdi və mən də biraz artıq dələşəndən sonra mənim özümün də Gültəkin xanımla mənə belə gəlir ki, hətta radionun fondunda saxlanılır. Neçə veriliş yazmışıq Gültəkin xanımla. Bəli. Onun da ifasında çox gözəl verilişlər var. Bədii qiraət kimi səhnələşdirmələrdə iştirak eləyib. Radio teatrında. Hörmətli dinləyicilər, sizi məşhur fransız yazıcısı Victor Hugo'nun 93-cü il romanı əsasında radio tamaşasını dinləməyə dəvət edirik. Əsəri Azərbaycan dilinə Nigar Rəfibəyli tərcümə edib. ...1793-cü il mayın axırları idi. Bretana gətirilmiş Parisin könüllülər batalyonlarından biri qorxulu Sodrey meşəsində kəşfiyyat aparırdı. Əskərlər aram-aram irəliləyir, ehtiyatla hər tərəfə göz yetirirdilər. Ayıq olmaq lazım idi. Qalın meşələrdə həmişə axşam qaranlığı hökm sürür. Sodrey meşəsində də heç vaxt işıq olmurdu. Adamlar əminamanlıq günlərində gecələr Sodrey meşəsində quş ovuna çıxardılar. İndi isə burada insan ovlayırdılar. Birdən qarşıdakı sıx çəmənliyin ortasından şaqqıltı eşidildi. Yarpaqlar tərpəndi, əskərlər bir-birinə baxdılar. Onlar barmaqlarını tüfəngin tətiyində saxlayıb, gözlərini hədəf nöqtəsindən ayırmadan atəş açmaq üçün serjantın əmrini gözləyirdilər. Birdən batalyonun su daşıyanı Margitantkanın həyəcanlı səsi eşidildi. Mən onun balalarına can sağlığı arzu edirəm.
və arzu edirəm ki, öz valideynləri kimi yadda qalan evlad olsunlar. İnşallah elə də olacaqlar. Elə Torpağı də sanı olacaqlar. yaşasınlar. Bəli, torpağı sanı yaşasınlar. Hamımız bir yolun yolçusuyuq. Şair demişkən uzun, incə bir yoldayıq. Yolçusu olduğumuz yol çox qəribədir. Döngəli, keşməkeşli, fərqli ağ-qara zolaqların izinə düşüb gedirik sanki. Bu yolda da qarşımıza müxtəlif adamlar çıxır. Hər kəsin də qəlbində bir-birinə yer olur. Dünyasını dəyişəndən sonra isə ürəkdə xatirələr yer alır. Sevil Hüseynlinin də Gültəkin xanımla bağlı xatirələri var. Çox sağ olun ki, mənə layiq bilmisiniz o gözəl insan haqqında danışmağa, onun haqqında söz deməyə. Mən sizə minnətdaram bunun üçün. Gültəkin xanım xatirimdə çox ziyalı, çox alicənab, çox belə xanım xatın, hər bir işin yerini bilən, hər bir sözün yerini bilən, həm qayğıkeş, həm məsuliyyətli, həm gözəl bir xanım kimi mənim xatirimdə qalıb. Doğrudan da deyirlər ki, ot kökü üstündə bitər. O böyük ədibin Cəfər Cabbarlının yadigarı idi bizim üçün. Doğrudan da mən hiss eləyirdim ki, bax onun qanında, canında nəinki incə sənətə, öz sənətinə, ədəbiyyata böyük bir belə həvəs var, böyük bir istək var. Onun qanında axırdı bütün bunlar. Mən o idarəyə işə gələndə, o kollektivə işə gələndə çox gənc idim. Artıq Gültəkin xanım da samballı bir xanım idi. Özünə görə bir yaşı, hörməti, belə yaxşı bir mövqeyi var idi. Mən çox utanırdım ondan, çox çəkinirdim. Onun yanında artıq hərəkət, ya artıq bir söz nəsə belə də sıxılırdım həmişə. Baxmayaraq ki, biz bir kollektivdə işləyirdik, ancaq ki, bir briqadada, bir belə bir yerdə çalışmırdıq. Çünki o, bilirsiniz ki, o xarici verilişlər redaksiyasında Cənubi Azərbaycana diktoru işləyirdi. Amma ki, bir otaqda əyləşirdik. Elə olurdu ki, növbələrimiz bir düşürdü. Mən həmişə özümü yığışdırırdım onun yanında. Bir gün mənə dedi ki, Sevil, ay qızım, sən nə üçün belə özü sıxırsan? Elə bil öz evində kim hiss elə özü də, rahat ol günah, belə görürüm sıxılır. Bizdən bilmirəm Gültəkin xanım, nəsə elə bil ki, Aydın müəllimin o zəhmindən biraz sizdə də var. Nəsə mən həmişə özümü yığışdırıram, sizi görəndə özümdən asılıdır. Amma o doğrudan da elə idi, Sevil. Həqiqətən elə bilginəm ki, Aydın müəllimin zəhmi ona da keçmişdi. Bəli. İstər-istəməz adam özünü yığışdırırdı. Dedi, yox ay qızım, mən də sənin anan, sən də mənim balam. Heç bax, ürəyimə heç nə gətirmə. Necə ürəyin istəyir, elə bax, özü sərbəst hiss elə. Elə bil ondan sonra mən doğrudan da bir qədər açılışdım və tamamilə təsəvvürüm dəyişdi də bu qadın haqqında. Çox mehriban gördüm onu. Artıq biz daha yaxınlaşdıq bir-birimizə. Söhbətimiz olurdu, söhbətimi eləyirdim, məsləhət alırdım, həm iş haqqında, həm belə ailə haqqında. Doğrudan da çox gözəl məsləhətləri olurdu onun. Həmişə faydalanırdım. Bizdə o qədər yaxınlıq əmələ gəldi ki, bəzən olurdu ki, işdən çıxanda evə bir yerdə gedirdik. İş saatımız elə qutarırdı ki, bir yerdə çıxırdıq işdən. O mənə deyirdi ki, qızım, çox belə avtobusa, çox maşına meyl eləməyə, çalış ayaqla gəzginə. Bu sənə həm belə əhval-ruhiyyən dəyişəcək, həm sağlamlıq gətirəcək. Mən də çox vaxt elə evə ayaqla gedirəm. Evləri yaxınlıqdaydı. Bəli. O, Axundov bağının yanındaydı. Da elə düz oradan üzü aşağı çox onunla gəzə-gəzə gəlmişik. Çox ailə canlı bir xanım idi. O övladlarından ötürü canını verməyə hazır olan bir insandı. Təbii ki, bu hər bir anada belə bir hiss var, belə bir məsuliyyət var. Amma mən bunu daha çox hiss eləyirdim Gültəkin xanımda. O qızının Aygül'ün diktor olması ilə çox fəxr eləyirdi. Çox sevinirdi ki, o da bax bu yolun davamçısı oldu. Oğlunun ali təhsil almağı ilə, ərəb dilində oxumağı ilə çox fəxr eləyirdi. Ümumiyyətlə, balaları ilə, ailəsi ilə çox fəxr eləyir. O insanlarla fəxr eləyirəm. Mən özümdə qürur duyuram ki, mən belə gözəl insanlarla bir yerdə çalışmışam. Onların ailəsini tanımışam, onların özlərini tanımışam. Bəzən yanımızda olan insanların dəyərini nədənsə onlar ömrümüzdən gedəndə anlayırıq. Geri döndərə bilmədiyimiz günlərə, etdiklərimizə və edə bilmədiklərimizə təəssüflənirik, öz-özümüzü qınayırıq.
O zaman ki artıq əlimizdən heç nə gəlmir və hər şey gec olur. Ömür vəfa eləsəydi deyə sızladığımız bu yaxınlarımızdan kiçik bir xatirə söyləmək təsəlli olur bizə. İnsanın itkisi isə ən çox onu sevən kollektivdə hiss olunur. Onunla bir yerdə çalışan, həmdərd olan Sevda Salehi eşidək. Heç vaxt ağlıma sığışdıra bilməzdim ki, bir vaxt həmkarım olan, dostum olan, bir yerdə çalışdığım Gültəkin xanım haqqında xatirələr söyləyim. Mən bunu istəyərdim ki, bu real həyatda olaydı. Onun haqqında xoş təəssüratımla danışa bilərdim. Amma təəssüf olsun ki, artıq o dünyasını dəyişib, Allah ona qəni-qəni rəhmət eləsin. Gültəkin xanımla mən tələbəlik illərində hələ tanış idim. Universitetdə bir fakültədə təhsil alırdıq. O məndən yuxarı kursda oxuyurdu. Hələ o zamanlar, bu 50-ci illərin söhbətidir, o radioda diktor vəzifəsində çalışırdı. Mən isə bir gənc tələbə olaraq ona həsəd aparırdım ki, kaş mən də radioda diktor olaydım. Günlərin bir günündə təsadüf elə gətirdi ki, Gültəkin xanım mənə yaxınlaşırdı ki, Sevda, mən görürəm sənin bu sənətə çox böyük həvəsin var. Radioda müsabiqə keçirilir diktorluq haqqında. Gəl, sən orada bir sınaqdan keç. Və mən sınaqdan keçdim. Gültəkinin sayəsində, onun köməyi ilə mən də radioya 54-cü ildə diktor vəzifəsinə gəldim. O vaxtdan indiyə qədər də mən radioda çalışıram. Hazırda Beynəlxalq Radionun Cənubi Azərbaycan şöbəsində öz fəaliyyətimi davam etdirirəm. Gültəkin xanım haqqında mənim çox gözəl, xoş təəssüratım var. Gültəkin xanım hələ tələbə ikən, o əlaçı tələbə idi. O universitetin şərəf lövhəsini onun şəkli bəzəyirdi. Çox çalışqan bir qız idi. Gültəkin xanım işdə də çox çalışqan, məsuliyyətli, ciddi bir xanım idi. O sözünün, hərəkətinin yerini bilən, az danışan, lakin gözəl danışan, gözəl nitqə malik, gözəl səsə malik diktorlarımızdan idi. İstər diktor kollektivində, istərsə də idarəmizdə, şirkətimizdə böyük hörmətə malik bir xanım idi. O dövrdə bizim aramızda subaylar bir neçəsi var idi. Bizim korifey diktorumuz, əvəzsiz səsi olan, sənəti olan Aydın Qaradağlı ilə onlar ailə qurdular. Aydın bizim kollektivdən onu özünə layiq bilib seçdi və onunla ailə qurdular. Gültəkin o qədər sadə, olduqca savadlı bir xanım idi. Əsl Azərbaycan xanımı idi. Oturuşu, duruşu, giyimi, danışığı, hər bir hərəkəti belə təqdirə layiq bir iş idi. Diktorlar otağında oturub söhbət eləyəndə o hər söhbətə baş qoşmaz. Onun fikri ancaq kitab haqqında, əsər haqqında olardı. Çox mütaliəni sevərdi, kitab onun əlindən düşməzdi. Və həmişə o biri yoldaşlara da, gənclərə də oxuduğu kitablar haqqında məsləhətlər verər, onları başa salardı ki, insan gərək birinci mütaliə ilə məşğul olsun ki, irəliyə geçsin. Və belə xanım idi. Gültəkin xanım Aydın Qaradağlı ilə ailə qurduqdan sonra həyata 3 evlad bəxş etdi. Bu evladlar o qədər mədəni, tərbiyəli evladlar, vətənə, xalqa layiq evladlar oldu. Gültəkin xanım Aydını itirəndən sonra öz öhdəsinə analıq öhdəliyini götürüb onları tərbiyə etdi, onlara təhsil verdi. 2 qızı musiqiçi, bir oğlu isə universitetin ərəb fakültəsini qurtardı. Çox təəssüflər olsun ki, o oğlunun, uşaqlarının bu xoş günlərini görmək ona nəsib olmadı. Amma biz onun yoldaşları olaraq, həmkarları olaraq həmişə fəxr edirik ki, Aydının, Gültəkinin belə evladları var. Biz də onlar da bizim evladımız sayılır. Onlarla biz fəxr edirik. Gültəkin xanım həm sədaqətli ömürgün yoldaşı, gözəl dost, yaxşı qonşu, yaxşı qohum, gözəl xüsusiyyətlərə malik insan idi bu. Bu hər adama qismət olan bir şey deyil. Rəhmət diləyirəm, ruhu şad olsun deyirəm. Karvan gedir, bir ömrün karvanı. Onun yolu hardan, nə vaxt başlayıb bilinmir. Uzaq yolların müsafirləri, yorulmaz səyyahlar bu karvanı həmişə səhralardan, dağlardan, vadilərdən keçirir. O səhərlərin xoş ahəngini,
Axşamların nəcib sükutunu, aydın üfüqlərin gözəlliyini, dan yerinin əlvan boyalarını, qızıl qumların istisini özü ilə aparır. Karvan gedir. Bir ömrün karvanı, karvan gedir. Özündən sonra xatirələr qoyub gedir. Unudulmaz həmkarımız, radionun tarixində adı olan Gültəkin Cabbarlının Ömür Karvanı kimi. Əziz dinləyicilər, köhnə yeni radionu Əli Məhəmmədoğlu, Səyyarə Altay və Dilşad Tahir qızı köklədi. Yeni görüşlərə dək dalğanı dəyişməyin. Azərbaycan Radiosu.